Herkese salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Parnikimizə reyhan, biber, badımcan, pomidor toxumları saçmışdım. Bugün sizə onları necə suladığımı, aladan təmizlədiyimi və gübrə verdiyimi göstərəcəm. Əkin başlamamışdan öncə yeri hazırlayıb toxumları saçırıq. Soyuq vurmasın deyə üstünü örtürük. Olanda üstünü açırıq, gün ötürə sulayırıq. Hazırladığımız bu yerdə isə kişniş, süd, tələt, turp toxumları saçmışdım. Bunları da sulamaq lazımdır. Nə qədər bol sulansa, bir o qədər də yaxşı tez görür. Bir neçə həftəyə parnikimiz bu şəkildə oldu. Burada göyərən təkcə toxumlar deyil, onlarla birlikdə alalar da, lazımsız otlar da göyərmişdi. Biz lazımsız göyərən alaları, otları tək-tək təmizləməliyik ki, göyərən toxumlarımız boyatsın. Lazımsız otları təmizləyib qurtardıq. Yerdə qalanlar isə göyərən toxumlarımızdır. Təmizləyib qurtardıqdan sonra onlara çürüntü veririk. Ağacların yarpaqları bir müddətdən sonra çürüyüb bu formada olur. Həmən çürüntünü parnikin hər tərəfinə tökürük. Çürüntünün faydaları çoxdur. Toxumların kökünü daha da möhkəmləndirir. İstəsəniz güllərə də tökə bilərsiniz. Saçdığımız kişniş, süd, tələ toxumları göyərmişdi. Ancaq gördüyünüz kimi bu turp toxumu göyərmədi. Onlar göyərənlər isə lazımsız otlardır. Aldığınız bütün toxumlara fikir verməlisiniz ki, köhnə olmasın. Köhnə olanda belə yetişmir. Burada göyərənlərin hamısı toxum deyil, lazımsız otlar da var. Bunu da parniki təmizlədiyimiz kimi bir-bir təmizləməliyik. Biz toxumların üstünü bu formada örtürük ki, toyuqlar toxumları yeməsin. Çox adam deyir ki, nəyə lazımdır belə toxumları saçıb əziyyətlə baxmaq, amma mən elə düşünmürəm. Bazardan aldığımız göylərin hansı dərmanlarla yetişdirdiyini bilmirik. Onun üçün də ən yaxşısı elə belə yetişdirməkdir.